Salam, hörmətli şagirdlər və müəllimlər. Bugün sizlərə ədəbiyyat fənnimizdən nəzəriyyə bölməsinə aid olan bədii təsvir və ifadə vasitələri bölməsini mən Günel Kərimli izah edəcəm. Başlayaq izahımıza. Deməli dostlar, bildiyimiz kimi bədii təsvir və ifadə vasitələri biz bu bölmə ilə həm Azərbaycan dilində üslubiyyat bölməsində, həm də ədəbiyyatda nəzəriyyat bölməsində tanış oluruq. Bildiyimiz kimi bədii təsvir və ifadə vasitələri ümumiyyətlə bədii əsərin əsas tərkib hissələrindən biri olaraq əsərin emosionallığını, təsir gücünü daha da artırır və bədii təsvir vasitələri və bədii ifadə vasitələri olaraq biz bunu iki şəkildə öyrənirik. Bədii ifadə vasitələri yadda saxlayırıq ki, hər ikisi həm ifadə vasitəsi, həm təsvir vasitəsi. Hər ikisi bədii əsərin əsas tərkib hissəsidir və hər ikisi emosionallığı və təsir gücünü artırır. Amma bədii təsvir vasitəsi ayrı-ayrı söz və ifadələrdən ibarət olur. Əsasən məcazi mənadan burada bizə istifadə olunur. Lakin bədii ifadə vasitələri isə təsvirdən fərqli olaraq söz və ifadə şəklində yox, bütöv cümlə və ya misra ilə bağlı olur. Və buna da bunun üçün sintaktik fiqurlar da biz deyirik və burada məcazi mənanın olması zəruri deyil. Baxın, bu hissəsi nə deməkdir? İndi mən sizə bunu izah edeyim. Demək ki, məsələn, bədii təsvir vasitəsi dedik, söz və ifadələrlə ifadə olunur. Məsələn, tutaq ki, mən deyirəm ki, gözəl fikir. Məsələn, burada gözəl fikir deməli birləşməsində nə olacaqdır? Demək ki, gözəl olacaq bizim təyinimiz, fikir sözümüz olacaq bizim mübtədamız və biz demişdik ki, məcazi mənalı təyinlərə əsasən biz nə deyirik? Epitet deyirik və yadda saxlayırıq ki, bu şəkildə bədii təsvir vasitəsi sözlərlə, ifadələrlə ifadə olunduğu halda bədii ifadə vasitələri bütöv cümlənin ümumi məzmununa aid olur. Məsələn, ifadə vasitələrinə misal olaraq məsələn, bir kinayəni götürsək, bir mübaliğəni götürsək, litotanı götürsək, cümlənin ümumi məzmununa aid olacaq. Məsələn, deyirəm ki, o elə arıqlamışdı ki, iynənin gözündən keçərdi. Burada və yaxud da Məcnun elə ah çəkdi ki, Leyli qəbrin altından onu eşitdi. Və bu kimi ifadələrdə bütöv cümlənin ümumi məzmununda məsələn Leylinin eşitməsi mübaliğə var, iynənin gözündən keçməsi, kimsə deyir elə arıqlamışdı ki, iynənin gözündən keçərdi. Ümumi məzmun olaraq burada litotan anlayışı var. Amma görürsünüz, təşbehdir, məsələn bənzətmə olan deyirəm ki, alma kimi yanaq deyə, alma kimi qızardı dediyimiz zaman alma kimi burada nə olacaqdır? Bizim təşbehimiz olacaq. Yəni söz şəklində, qoşmalı sözlə ifadə edildi. Epitet sadəcə söz və ifadə ilə ifadə edilə bilir. Lakin demişdik, ifadə vasitəsi ümumi cümlə məzmununa aid olduğuna görə biz buna sintaktik fiqurlar deyirik və təsvir vasitəsindən məcazilik əsas olduğu halda ifadə vasitəsindən məcazilik vacib deyil. Belə ki, ilk öncə başlasaq geniş izahına bədii təsvir vasitələrinin, biz bayaq dedik ki, məcazi məna burada mütləq olmalıdır. Ona görə də biz bədii ifadə vasitələrinə, bədii təsvir vasitələrinə həm də məcazlar deyirik dostlar. Və bədii təsvir vasitələri bədii dilin əsas tərkib hissələrindən biridir. Demək ki, həm təsvir vasitəsi, həm ifadə vasitəsi bədii dilin əsas tərkib hissəsidir deyirik. Bədii təsvir vasitələrində sözlər dedik, məcazi mənada olmalıdır. Buna görə də ona dedik biz məcazlar deyirik. Məcazların hansı növləri var? Gəlin baxaq. Epitet, buna biz bədii təyində deyəcəyik. Təşbeh, bənzətmə deyirik. Metafor, ərəbcə buna biz istiarə, məza mənası isə köçürmə deməkdir. Metonimiya ad dəyişmədir, simvol isə rəmz anlayışını ifadə edir. Bax, bu kimi deməli növlər aid olacaq bizim bədii təsvir vasitələrinə, məcazlara. İlk öncə sırayla gedək. Görək epitet nədir, təşbeh nədir, metafor, metonimiya nədir? Baxaq. Demək ki, dostlar, epitet bədii əsərdə dedik müəyyən bir fikri daha qüvvətli, daha qabarıq şəkildə çatdırmaq üçün onu ifadə edən başqa bir təyin edici söz əlavə olunur. Yəni, bədii əsərdə deyir ki, hər hansı bir sözü qabarıq ifadə etmək üçün onun əvvəlinə
təyin edici söz artırılır və bu söz məcazi mənada olur. Həmin sözə biz deyəcəyik epitet. Məsələn, gül üzlü. Bu üzü daha obrazlı, daha gözəl, daha təsirli ifadə etmək üçün biz onun əvvəlinə gül sözünü artırırıq və burada artıq gül olacaqdır bizim məcazi mənada ifadə edilən təyinimiz, yəni epitetimiz. Epitet də demək ki, yadda saxlayırıq ki, və yaxud da qələm qaşlı, sərf boylu, ahu baxışlı, hansı ki bu epitetlər klassik ədəbiyyatda geniş yayılmış epitetlərdir. Necə boylu, necə baxışlı, necə üzlü, necə qaşlı. Bu mənada həm də məcazi mənanın olması əsas şərtdir. Əgər mən gözəl fikrə epitet deyirəmsə, gözəl üz ifadəsinə mən epitet deyə bilmərəm. Çünki gözəl üz ifadəsinə həqiqətən də üz gözəl ola bilir. Burada məcazilik yoxdur. Ona görə məcazilik olmasa epitetdə götürmürük. İndi gəlin nümunəyə baxaq. Döyüşə aslan ürəkli oğullar gedir. Gedir. Kim oğullar? Necə oğullar? Aslan ürəkli deməli oğullar. Bu mənada burada artıq aslan ürəkli ifadəsini biz epitet götürəcəyik dostlar. Məcazi ifadədir həm də. Daha sonra irdi qara dənizə bu göz qanı, görməyə günəş üzünü, göz hanı mənasına qanı deyir. Və burada üz olacaqdır bizim ismimiz. Onu daha qabarıq ifadə etmək üçün biz günəş üz ifadəsindən istifadə elədik. Və günəş üz də təbii ki məcazi olduğu üçün olacaqdır bizim epitetimiz. Və yaxud ala gözlü, sərf boylu dilbərim, qızıl qumlar dönəndə ocaq üstündə saca, məcnun səhralara düşər yollarım, dönər ilğımlara leyli bulaqlar. Bu kimi ifadələrdir. Gördüyünüz kimi necə boylu, qızıl qum, qum bilirsiniz qızıldan olmur. Yenə məcazi anlamdaşıdır burada. Məcnun səhralar, necə səhralar. Bu mənada bu kimi ifadələrə biz epitet deyəcəyik dostlar. Və yadda saxlayırıq ki, epitetə təyin edici xüsusiyyətinə görə biz bədii təyinlə bayaq dedim ki, deyəcəyik. Ümumiyyətlə dostlar, yadda saxlayın ki, bir cümlədən epiteti tapmaqdan ötürü nəyə diqqət edirik? Məsələn, yəni bir ifadənin içərisində mən epiteti axtarıramsa, məsələn, şirin çay, şirin söz ifadəsinə diqqət edirik. Şirin çay ola bilir, həqiqi mənadır. Demək ki, bu nə deyil? Epitet deyil. Amma şirin söz ifadəsində şirin məcazi olduğu üçün epitetdir. Bu qədər rahat. Gəldik təşbih anlayışımıza. Deməli dostlar, təşbih ərəb sözü olub, mənası bənzətmə deməkdir. Və bir əşya və ya hadisənin daha qüvvətli başqa əşya və ya hadisəyə bənzədilməsinə biz təşbih deyirik. Demək ki, təşbihdə əsas şərt nədir? Bir əşya və ya hadisə özündən daha qüvvətli başqasına bənzədilir. Və təşbihin iki dənə növü var dostlar. Bir müfəssəl təşbih, bir də mükəmməl təşbih. Yadda saxlayırıq ki, müfəssəl təşbih biz geniş təşbih deyirik. Yəni burada həm bənzətmə, deməli, bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti. Bunların dördü də iştirak etməlidir. Mükəmməl təşbih isə sadəcə bənzəyən və bənzədilən iştirakı ilə yaranan təşbihlərdir dostlar. Demək ki, deməli, əli şir kimi güclüdür ifadəsində güclüdür bizim bənzətmə əlamətimizdir. Kim əli bizim bənzəyənimizdir. Şir bizim deməli, bənzədilənimizdir. Kimi isə bizim bənzətmə qoşmamızdır. Yəni, bunun dördü də iştirak eləyirsə artıq, biz buna nə deyəcəyik? Artıq, deməli, müfəssəl, geniş təşbih deyəcəyik. Amma sadəcə bənzəyən və bənzədilən iştirak etdiyi təşbihləri isə biz mükəmməl dedik təşbih deyirik. Məsələn, ey yanağı lalə, ləbləri püstə deyəndə, ey yanağı lalə. Bax, bu ifadədə bənzəyən yanaqdır, bənzədilən lalədir. Həm bənzəyən, həm bənzədilən iştirak eləyir. Amma burada bənzətdiyimiz əlamət və yaxud qoşmamız yoxdur. Buna görə biz buna mükəmməl təşbih deyirik. Daha sonra dostlar, almadır yanağın, büllür buxağın ifadəsində isə deməli, yanaq almaya bənzədilir. Bu mənada alma kimidir yanağın demək istəyir. Yenə təşbih nümunəsi özünü göstərir. Deməli, təşbihdə yadda saxlayırıq ki, deməli, burada məsələn yanağın alma kimi qırmızıdır desəydi, buxağın billur kimi ağdır desəydi, buna biz müfəssəl təşbih deyəcəkdik dostlar. Amma
alma yanağın deyəndə, billur buxaq deyəndə artıq bu buxağın billur deyəndə artıq bu təşbehdir. Niyə mən billur buxaq ifadəsini dəyişdim? Çünki dostlar, billur buxaqda billur təyin olduğu üçün bu epitet olacaq artıq. Amma buxağın billurdur dediyimiz zaman buxağın billur kimidir demək istəyir. Bu artıq təşbehdir. Buna görə bu yerdə mütləq və mütləq diqqətli olmamız lazımdır. Deməli dostlar, məsələn bizə indi burada nümunə veribdi. Deyir ki, əsasən biz təşbehi daha rahat tapmaqdan ötürü deyir, kimi və tək bənzətmə qoşmalarından istifadə edə bilərik. Sanki elə bil ki, modal sözlərini görəndə təşbeh götürə bilərik. Məsələn, ola bilər ki, deyir, kimin qoşmasını görərik, amma kimin qoşması burada bənzətmə məzmunu daşımaz. Bu zaman, yəni zaman məzmunu daşıya bilər. Bu zaman biz buna artıq təşbeh demərik. Məsələn, evə çatan kimi mənə zəng elədi deyəndə kimi burada zaman məzmunu ifadə edir. Ona görə burada təşbeh yoxdur. Amma o alma kimi qızardı deyəndə artıq bu olacaqdır təşbeh nümunəsi bənzətmə olduğu üçün. Deməli, bir də burada təyinlə bayaq dediyim məsələ təşbehi qarışdırır daha çox şagirdlər. Demək ki, yadda saxlamaq lazımdır ki, təşbeh dedik, əsasən biz ora kimi qoşmasını, tək qoşmasından istifadə edə bilirik, amma bənzətmə məzmunu bildirən, lakin epitetdə mütləq və mütləq birinci tərəfimiz təyin vəzifəsində çıxış etməlidir. Və bu yerə diqqət eləsək, heç bir şeydə çaşmayacaqsınız. Məsələn, bir var deyirəm, lalə yanaq, deyirəm, necə yanaq? Lalə burada təyindir. Lalə kimi yanaq deyə bilmərik biz burada. Çünki lalə burada təyindir. Oldu mu? Deməli, necə yanaq dediyimiz üçün, bu da məcazi olduğu üçün buna biz epitet deyəcəyik artıq. Amma məsələn, yanağı lalə deyəndə, lalə. Bunun ardına sadəcə kimi artırıram. Yanağı lalə kimi dediyimiz üçün artıq biz bu ifadəyə təşbeh nümunəsi deyəcəyik dostlar. Oldu mu? İnşallah ki, bu yerlərinə maksimum diqqət eləyərsiniz. Daha sonra gəldik metafor anlayışına. Sonra yenə də mən sizə hansı ki testlərdə nə kimi suallara rast gələ bilərsiniz, necə nümunələr var, o nümunələr haqqında yenə də məlumat verəcəm. Yəni testdə qarşılaşdığımız hissələr haqqında. Sadəcə nəzəri hissələrini danışdıqdan sonra refleksiya üçün həmin hissələrdən sizə istifadə eləyəcəm. Gələk metafor anlayışına. Metafor dostlar dedik ki, deməli istiarə anlayışını ifadə eləyir ərəbcə, mənası köçürmə deməkdir. Metaforda bir əşya və ya hadisənin əlaməti başqa bir əşyaya, hadisəyə köçürülür. Məsələn, normalda metaforda da bir növ təşbehə bənzərlik var. Amma məsələn, təşbehdə yadda saxlayırıq ki, bir bənzəyən, bir də bənzədilən iştirak edir. Amma metaforda bənzədilən və bənzətmə əlaməti əsasən iştirak edir. Bu mənada metafor dedik ki, deməli, normalda həm də dedik bu təşbeh anlayışına dedik, niyə bənzəyir? Biz buna gizli təşbeh də, deməli, üzr istəyirəm, gizli bənzətmə də, yəni gizli bəri təşbeh də deyirik. Lakin bir təşbehdən fərqli olaraq burada bənzətməni biz niyə gizli eləyirik? Çünki məsələn, metaforda qarşılaşdırılan tərəflərdən biri iştirak eləmir. Bayaq dediyim məsələdir. Eynən, mən dediyimdə ona görə bununla heç oxumağa ehtiyacım yox idi. Bənzəyən və bənzədilən varsa, hər ikisi var. Bunu təşbeh götürürsünüz. Amma bənzədilən və ya bənzəyən plus bənzətmə əlamətini versə, biz artıq bunu götürəcəyik metafor. Məsələn, misal olaraq belə göstərim. Məsələn, deyirəm ki, tutaq ki, bulud ağlayır. Bax dostlar, bu ifadədə bənzədilən nədir? Buluddur. Ağlamaq nədir? Bənzətmə əlamətidir. Bulud insan kimi ağlayır desəydi, bu olardı təşbeh. Amma bənzədilən və ya bənzətmə əlamətinin ikisini yan-yana görəndə artıq biz bunu metafor götürəcəyik. Niyə metafor götürəcəyik? Çünki metaforda yadda saxlayırıq ki, deməli, əsasən bir əşya və hadisə, başqa bir hadisənin əlaməti, başqa bir əşya və hadisənin əlamətinin üzərinə köçürülür. Köçürülür, yəni burada əlamət. Məsələn, bura diqqət eləyək. Metaforun deməli bir növü nədir? Məsələn,
biri budur. Tutaq ki, göy kişniyir, təbiət gülür. Burada insanın gülmək xüsusiyyəti köçürülüb təbiətin xüsusiyyətinin üzərinə. Və ya bulud ağlayır, ağlama xüsusiyyəti köçürülüb buludun üzərinə. Məsələn, atın kişnəmə xüsusiyyəti köçürülüb göyün üzərinə, ildırım çaxırı mənasında deyilir burada. Bu mənada dostlar biz bunlara metafor deyəcəyik, yadda saxlayırıq. Lakin metaforun digər bir növü də sadəcə yəni bənzədilənin iştirak etdiyi nümunələr də var. Bunlar da gülüm, çiçəyim, bülbülüm, sevgili, yar, gözəl əvəzinə əvvəllər nə deyilib? Ay, ulduz, günəş, ey gül, ləl, deyir, məsələn, Məhəmməd Füzulinin Leyli və Məcnun poemasında Məcnun atası deyir ki, Leylinin atasına, məndə sənin incinə yaraşar bir ləl var. Üzr istəyirəm. Səndə mənim incimə yaraşan bir ləl var. Onun incisi Məcnun idi. Ləl deyərkən də Leyli nəzərdə tutur. Bu mənada biz buradakı bu inci, ləl anlayışlarına metafor deyəcəyik dostlar. Yəni, və yaxud da gülüm, bura gəl dediyimiz zaman, yəni sadəcə bənzədilərin iştirak etdiyi. Yəni, o gülün incəliyi, gözəlliyi, ətri köçürülübdür başqasının üzərinə. Və yaxud da ki, orada ləl, inci dedik, oradakı o inci və ləlin dəyərli olma xüsusiyyətinə görə köçürülüb, məsələn, deməli, insan anlayışının üzərinə. Bu mənada deyirik ki, bu kimi ifadələri də biz nə deyirik? Metaforun digər ikinci forması deyirik. Normalda məzmun eynidir yenə də. Və yaxud da belə bir misal da çəkə bilərik, testlərdə daha çox qarşımıza çıxa bilir. Deyir ki, yaxşı müraciət eləyir müəllif və belə deyir. Deyir ki, küçələrdə uşaq kimi verilən yağış ifadəsi var. Məsələn, burada diqqət etsək, küçələrdə uşaq kimi verilən yağış. Zümzümənlə şirin-şirin dinlən yağış. Yəni, bu nədir? Mikail Müşfiqin Yağış yağarkən şeirindəndir. Zümzümənlə şirin-şirin dinlən yağış deyəndə bir burada yağış var, bənzəyən. Bir də var, dillənməsi xüsusiyyəti var insanın. Zümzümənlə şirin-şirin dinlən yağış dediyi üçün burada bənzəyən və bənzətmə əlamətinə görə bunu biz metafor nümunəsi götürürük. Amma küçələrdə uşaq kimi verilən yağış ifadəsinə biz artıq burada bənzəyən, bənzətilən, bənzətmə qoşması, bənzətmə əlaməti olduğu üçün biz buna artıq deyəcəyik metafor. Əstəğfurullah, təşbeh nümunəsi, çox-çox üzr istəyirəm. Metafordan ən son danışırdıq, ona görə dilimə gəldi, təşbeh nümunəsi. Məsələn, metafora hansı başqa nümunələri deyə bilərik? Gəlin biraz dildən hansı, necə nümunələrə rast gələcəksiniz, ona da bir baxaq. Məsələn, dostlar, məsələn, deyir ki, görək burada nə var? Qaçdı tülkü kimi qaçdı qabaqdan, qaçdı İbrahim xan, açıldı yollar. Burada tülkü kimi qabaqdan qaçdı dediyimiz üçün burada bənzətmə nümunəmiz var. Amma məsələn, desəm ki, mən dəmir qayaların altında bir bulaqdım, nə cür qırdım qayanı, soruş, bəs nə cür axdım, deyəndə dəmir qaya ifadəsinə biz epitet nümunəsi deyəcəyik. Bu xan bir ilanmış, saray yuvası, zəhrimar qoxuyur onun havası, ilan kimiymiş, ilanmış və əsasən yadda saxlayın ki, xəbər mövqeyində görürüksə bənzədilən, bənzəyəni, artıq bu xan, bax, bəyxan bənzəyəndir, bənzədilən ilandır. Bənzədiləni xəbər mövqeyində gördüyümüz zaman yenə də biz bunu götürəcəyik təşbeh nümunəsi. Xan ilan kimiymiş demək istəyir. Və yaxud da ki, deyə bilərik, gəzmişəm çölləri gül darıxanda, bulud göz yaşını yerə sıxanda. Bax, burada isə diqqət eləsək, gülün darıxması, məsələn, insanın darıxma xüsusiyyəti köçürülüb gülün üzərinə. Və yaxud, deməli, buludun, insanın göz yaşını axıtması, deməli, köçürülüb buludun üzərinə. Bulud göz yaşını yerə sıxanda deyir. Demək ki, bu nümunədə nə var? Deməli, metafor nümunəsi var, dostlar. Daha sonra başqa nə deyə bilərik? Məsələn, metafora başqa belə deyə bilərik. Dildə qarşıma çıxıbdır bu da. Xəzər cilvələnir.
titrəşən işıqlar billur sularda yuyunurdu. Xəzər cilvələnir, deməli, işıqlar billur sularda yuyunurdu. İşığın suda yuyunması, yəni insanın yuyunmaq əlaməti köçürülüb işığın üzərinə. Yəni burada nə var? Metafor var. Və yaxud da Xəzər cilvələnir, insan cilvələnər də, insanın cilvə əlaməti köçürülübdür Xəzərin üzərinə. Yəni inşallah ki anlaşılmaz olmadı sizə. Buna da biz dedik metafor nümunəsi. Bir də dostlar burada belə veribdir. Deyir ki, normalda metaforla deyir, metonimiyanı daha çox qarışdırır deyir şagirdlər. Bunu necə müəyyən eləyəcək? Buna metonimiyanı izah edəndə indi növbəti dəqiqələrdə deyəcəm. Ondan öncə bir bu hissəyə baxaq. Bu bayaq mən dediyimə uyğundur. Demək olar ki, mən dedim ki, bənzətmə əlaməti xəbər mövqeyi, bir də var bənzəyənin xəbər mövqeyi. Əgər yadda saxlayın, bənzəyən, bir də bənzədilən verilir də təşbehdə. Bənzədilən xəbərdirsə, biz buna deyəcəyik təşbeh. Amma bənzətmə əlaməti xəbərdirsə, biz buna deyəcəyik metafor. Məsələn, meşə, tutaq ki, deyir laldır. Burada artıq, məsələn, bu kimi ifadəyə diqqət eləyək indi biz. Məsələn, mən bayaq dedim ki, bu xan bir ilanmış. Məsələn, burada diqqət eləsək, bənzəyən xandır, ilan bənzədiləndir. İlanmış burada xəbər mövqeyində çıxış eləyib, elə deyilmi? Buna biz təşbeh dedik. Amma məsələn, bura diqqət eləsək, burada da, məsələn, deməli, metaforda da biz demişdik ki, metaforda əsasən bənzətmə əlaməti xəbər mövqeyində çıxış eləyir. Məsələn, meşə laldır ifadəsində niyə biz metafor götürürük? Çünki lal olmaq onun əlamətidir. İnsan burada adı çəkilməyibdir. Sadəcə meşənin lal olması göstərildiyi üçün biz buna artıq metafor deyirik. Məsələn, deyə bilməzsiniz meşə lal kimidir. Demək olmaz. Meşə insan kimi laldır demək istəyir. Normalda belə olsaydı təşbeh biz götürərdik. Amma meşə laldır deyəndə sadəcə bənzəyən və ya bənzətmə əlamətini görəndə biz nə götürürük dedim? Metafor götürürük. Bunu çaşmırıq. Amma xan ilanmış deyəndə artıq bənzədilən burada xəbər idi. Ona görə təşbeh götürmüşdük. Və yaxud eynən bayaq dediyim kimi, məsələn, bir var deyirəm, sinif sakitdir. Məsələn, indi görək bu nə deməkdir, sinif sakitdir ifadəsi. Görək, indi mən buna normalda metafora bənzəyir. Amma metafordan fərqi nədir? Bax, metaforda yadda saxlayın. Əsasən bir olur bənzəyən və ya bənzədilən, bir də bənzətmə əlaməti, elə deyilmi? Bax, burada bənzəyən var meşədə. Meşə bənzəyəndir. Lal olmaq isə bənzətmə əlamətidir. Metaforda bənzətdiyimiz əlamət bu meşəyə görə məcazi məna daşıyır. Yəni, burada əlamətdir məcazi olan. Amma metonimiyada yadda saxlayırıq ki, sakit olmaq yox, sinif sözü məcazi mənada işlədilir. Yəni, adı tamamilə dəyişdirilir. Yəni, buradan anlaşılır ki, məsələn, deyirəm ki, Təbriz bizi yaxşı qarşıladı. Həqiqətən də bizi yaxşı qarşılamaqları həqiqi mənadadır. Burada heç nə yoxdur. Amma Təbriz dediyimiz üçün bu artıq qaydaları dəyişir. Demək ki, metonimiya bəs nədir? Metonimiya dostlar ad dəyişmədir. Yadda saxlayın. Ad dəyişmə, yəni nəzərdə tutulan bir sözün əvəzinə başqa bir sözün, başqa bir anlayışın işlədilməsinə biz metonimiya deyirik. Məsələn, deyir ki, Təbriz bizi gül çiçəklə qarşıladı. Burada və yaxud da Təbriz bizi yaxşı qarşıladı. Burada Təbriz yox, Təbrizin adamlarından söhbət gedir. Buna görə Təbriz adam yerinə tamamilə məcazi anlamda Təbriz işlədirəmsə, bu olur metonimiya, ad dəyişmə. Və yaxud da sinif sakitdir deyirlər. Sinifdəkilər sakitdir, yəni sinifdəki uşaqlar sakitdir demək istəyirəm, şagirdlər sakitdir demək istəyirəm, insanlar sakitdir demək istəyirəm. Buna görə də sakit olmaqları məcazilik yoxdur. Demək ki, burada bəy təsir vasitəsi yoxdur. Amma sinif sakitdir dediyimiz zaman, burada məcazilik deməli sakitdə yox, sinifdədir. Ad dəyişmədir. Tamamilə adı dəyişib sinif dediyimiz üçün burada sinif sakitdir ifadəsi olacaqdır.
metonimiya dostlar. Və yaxud da salon susur deyirəm. Burada susan, susmaq məcazi deyil, salon məcazidir. Yəni adını dəyişib tamamilə. Salondakılar susur demək istəyir. Dediyim kimi, necə ki mən indi ifadə edirəm, əsasən ad dəyişməni bir də üzr istəyirəm, hardan bilə bilərik? Adı dəyişən tərəfə biz sifətin daki şəkilçisini, cəm və cəm şəkilçisini ismin artırdığımız zaman Təbrizdəkilər bizi qarşıladı, sinifdəkilər, yəni insanlar bizi qarşıladı, salondakılar susur. Burada həmən biz biləcəyik ki, orada artıq susan salondakılardır. Salon özü deyil. Adı dəyişdiyi üçün biz buna metonimiya dedik. Və yaxud da ki, sizə bir nümunə deyəcəm. Bir var deyirəm ki, Təbriz bizi gül çiçəklə qarşıladı. Deyirəm, məktəb bizi gül çiçəklə qarşıladı. Demək ki, dostlar, burada nəyə diqqət eləyəcək? Bunun hansı metafordur, hansı metonimiyadır? Bax, Təbriz bizi gül çiçəklə qarşıladı deyəndə, Təbrizdəkilər bizi gül çiçəklə qarşıladı deyirəm. Ona görə bu olacaqdı metonimiya, ad dəyişmə. Amma məktəb bizi gül çiçəklə qarşıladı. Yenə məktəbdəkilər qarşıladı. Yenə də burada metonimiyadır. Amma mən desəm ki, dağlar bizi gül çiçəklə qarşıladı. Bax, burada dağdakılar deməyəcəm ki. Dağın özünün gülləri, çiçəkləri olur da, uşaqlar. Elə deyilmi? Kimsə orada əlində gül gözləmir ki, hər hansı bir şəxs ifadə etmir ki, dağlar deyərkən. Buna görə də sadəcə burada insanın qarşılanmaq xüsusiyyəti köçürülüb dağın üzərinə. Ona görə dağlar bizi gül çiçəklə qarşıladı deyəndə bunu biz metafor götürürük, metonimi götürmürük. Oldu mu? Daha sonra davam eləyək. Məsələn, başqa necə nümunə deyə bilərik? Məsələn, yeriyir irəli şəhərdə, kənddə bir ananın qoşa balaları tək. Bura diqqət eləsək, şəhərdəkilər yeriyir, kənddəkilər yeriyir demək istəyir də. Demək ki, burada nə var? Metonimiya var. Bir ananın qoşa balaları tək isə bənzətmə qoşmasına görə burada təşbih var. Daha sonra deyir ki, dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan. Görək, burada bəs hansı nümunə işlədilibdir, hansı bədii təsvir vasitəsi işlədilibdir? Deməli, burada biz nə dedik? Bir daha təkrarlayıram. Dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan. Baxın, dəryaları hökm etmək xüsusiyyəti insanın əlamətidir də, xüsusiyyətidir. Biz bu insanın hökm etmək əlamətini köçürmüşük tufanın üzərinə. Demək ki, burada nə var? Köçürmə, metafor var. Elə deyilmi? Səhraları sarsıtmada vulkan. Vulkanın səhranı sarsıtması da yenə nədir? Metafordur. Daha sonra başqa nə deyə bilərik? O sahili bu sahilə birləşdirən Polad körpüm, qılıncımdır, günəşimdir mənim dilim. Məsələn, bura deyə bilərik biz metonimiya var ya da metafor var. Xeyr, məsələn, o sahili bu sahilə birləşdirən Polad körpümdür. Polad körpüm kimidir? Qılıncımdır, qılıncım kimidir? Yenə burada təşbih var. Günəşimdir, günəşim kimidir? Təşbih var. Nədir ki, burada körpü, qılınc, günəş? Bənzədiləndir. Bənzədilənin xəbər mövqeyində çıxışıdır. Demək ki, bunu biz təşbih götürəcəyik, dostlar. Daha sonra bir nümunə də deyim sizə. Gahdan gülər, gahdan ağlar fikrimiz. Qanad açar, qanad bağlar fikrimiz. Burada diqqət eləsək, fikrin gülməsi, fikrin ağlaması, insanın ağlamaq, gülmək əlaməti köçürülüb fikrin üzərinə. Köçürülüb. Demək ki, burada nə var? Metafor var. Qanad açmağı, qanad bağlaması fikrin. Yenə burada quşun bu xüsusiyyəti, bu əlaməti köçürülüb fikrin üzərinə. Yenə metafor var. Ümid edirəm ki, dostlar, bunlar sizin üçün artıq aydın oldu. İndi keçirik sinekdoxa anlayışına. Bəs nədir sinekdoxa? Sinekdoxa demək olar ki, metonimiyanın bir növüdür. Sinekdoxada bir əlamət bütöv anlayışı, sözün bir hissəsini əhatə eləyir, əvəz eləyir. Məsələn,
Bu nə deməkdir dostlar? Əsasən baxdan daha rahat variantını deyəcəm. Metonimiya kimi sinekdoxada ad dəyişmədir. Amma sinekdoxa bir insanın özündə olan hər hansı bir xüsusiyyətinə görə onun adının dəyişməsidir. Bir növ ləqəblər. Və yaxud da ki, məsələn, yarımsaqqal deməli, deyir ki, Zakir şeirlərinin birində Şuşa polis rəisini yarımsaqqal adlandırır. Niyə? Çünki onun saqqalı yarım idi. Ona görə. Yəni özünün üzərində olan bir əlamətə görə ona yarımsaqqal deyilsə, bu sinekdoxadır. Və yaxud da ki, yekə qarın deyilir kiməsə. Həqiqətən qarnı yekədir, ona elə deyilirsə, demək ki, bu nədir? Sinekdoxadır. Yəni sinekdoxa dedik metonimiyanın bir növüdür. Lakin biz bütün sinekdoxalara metonimiya və ona görə yadda saxlayın ki, bir növüdür. Buna görə də bütün sinekdoxalara həm də metonimiya hesab edilir. Amma bütün metonimiyalara biz sinekdoxa deyə bilmərik. Oldu mu? Deməli, bütün sinekdoxalar metonimiyadır. Bütün metonimiyalar sinekdoxa deyil. O da bildinizdə nəyə görə? Sinekdoxa dedik, olan bir şeyə görə adın dəyişməsidir. Ləqəblə yadda saxlayaq. Bir də var dostlar, simvol anlayış və təsir vasitələrindən. Biz bununla məna olaraq rəmz və gizli işarə mənasını bildirir deyə bilərik. Simvol sözünün mənası həm də nədir? Şərti əlamət deməkdir. Simvolda fikir müəyyən işarə ilə üstörtülü şəkildə dostlar ifadə olunur. Məsələn, klassik ədəbiyyatda daha çox nəyə rast gəlirik? Tülküyə, göyərçinə, şir kimi simvollara. Niyə? Məsələn, bir şeir, bir nağılda hiləgərlik tənqid edilirsə, bunu tülkünün timsalında verə bilərlər. Və ya da bir təmsildə də bunu verə bilərlər. Demək ki, tülkü hiləgərliyə işarə edən bir canlı olaraq göstərilir. Və ya da qurd acgözlüyü məsələn ifadə etmək üçün müəllif qurddan istifadə edə bilər. İgidliyi göstərmək üçün şirdən istifadə edə bilər. Sülhü üçün göyərçin obrazından istifadə edə bilər. Yəni ona görə fikir verirsiniz, daha çox belə çox sevindirici anlarda, belə sülh anlarında daha çox göyərçin uçurdur insanlar. Buna görə göyərçin sülh rəmzi olduğu üçün və yaxud da əmin amanlığın simvoludur həm də göyərçin və yaxud da qılınc mübarizənin simvolu olaraq göstərilir və yaxud da anamın kitabında Dəli Kürdə bunların əsərlərin adları özləri simvol olaraq göstərilir. Anamın kitabı deyərkən atanın vəsiyyətinə işarə eləyir. Dəli Kürdə deyərkən həmin dövrdə orada göstərilən ailədə olan təlatüm, Cahangir Ağanın əsas obrazının başına gələn hadisələrdə simvol olaraq göstərilir. Amma bir şey yadda saxlayın, Dəli Kür ifadəsi bütövlükdə simvoldur. Amma ayrı-ayrı baxsaq, dəli sözü orada epitet olaraq da götürülə bilər. Belə, gəldik indi bədii ifadə vasitələrinə. Dostlar, bayaq dedik ki, bədii ifadə vasitələri söz və ifadə şəklində yox, sintativ fiqurlar şəklində. Yəni, ümumi cümlənin məzmununa aid olduğu üçün sintativ fiqurlar adlanır və burada məcazilik şərt deyil demişdik. Bədii ifadə vasitələri, bu da bədii təsvir kimi bədii əsərin tərkib hissəsidir. Daşıdığı vəzifəyə görə məcazlara dedik oxşuyur. Lakin ifadə vasitələri təbii ki, öz xüsusiyyətləri var. Birinci xüsusiyyəti dedik, cümlə şəklində olmasıdır. İkinci xüsusiyyəti məcazi mənasının zəruri olmamasıdır. Məsələn, Koroğlu bir oturuma 7 batman düyü yeyirdi ifadəsində görsən, cümləsində ümumi cümlədən biz şişirtməni çıxartırıq. Bu mənada mübaliğə şişirtmə aid olacaq bədii ifadə vasitəsinə ki, ümumi cümlənin məzmununa daha çox aid olur ifadə vasitələri. Və yaxud da gedirəm mən evə, ümumi cümləyə baxırıq, xəbər öndədir deyə biz buna inversiya edirik ifadə vasitəsi olaraq. Bu mənada bədii ifadə vasitələrinin hansı növləri var baxaq. Bədii sual, biz buna Azərbaycanın da ritorik sual da deyirik, cavabı tələb olunmayan sualdır. Bədii təzad, buna antiteza da deyilir. Təkrir, təkrarlara deyilir. Kinayə, litota, inversiya, mübaliğə, bunlar bədii ifadə vasitələrinin dostlar növləridir. Bədii suala baxsaq, bədii sual fikrin emosional təsirini artırmaq üçün güclü hiss-həyəcan yaratmaq məqsədi ilə onun sual şəklində ifadə edilməsidir. Amma bu sual cavab tələb etməyən sualdır. Deməli, məsələn, məni canlar usandırdı, cəfadan yar usanmazmı? Fələklər yanda ahindən, muradım şəmi yanmazmı?
qəzəlində sual verir, amma cavab tələb eləmir. Bir növ, dostlar, bədii sualın sanki cavabı öz içində gizlidir. Əslində demək istəyir ki, yarım məni canımdan usandırdı, özü cəfadan usanmır. Bunu zaten özü bilir. Ona görə də sadəcə orada təsir gücünü artırmaq üçün bu şəkildə ifadə edir. Ona görə biz buna ifadə vasitəsi deyirik. Və yaxud, məsələn, Azərbaycan şeirində ayrılarmı könül candan? Azərbaycan deyəndə demir ki, görüm ayrılarmı könül candan, yoxsa ayrılmaz. Orada bizdən cavab tələb eləmir. Yenə biz buna bədii sual deyəcəyik, dostlar. Amma məsələn, bu kimi ifadələrdə diqqət eləyin. Bir tərəflər kimidir? Hər ikisi Yad Bəxtiyar Vahabzadənin əsərindən. Bu yadlar mı edəcək bu xalqa imdad? Bax, sual verir, amma burada cavabını da verir. Demək ki, biz buna artıq bədii ifadə vasitəsi olan bədii sual deyə bilmərik. Gəldik, dostlar, bədii təzad anlayışına. Bundan öncə nə deyək? Qıfıl bənddə və tapmacalarda verilən suallar bədii sual hesab olunmur. Niyə? Qıfıl bənd dəyişmədir. Cavabı var. Tapmacan da yenə cavabı olur. Buna görə bunlar bədii sual deyil. Gəldik bədii təzada. Deməli, dostlar, bədii təzad bədii əsərdə məzmunca bir-birinə əks olan, zidd olan anlayışların qarşılaşmasına biz bədii təzad deyirik. Lüğəvi məna olaraq zidd və əks deməkdir. Məsələn, bədii təzad həm antonim sözlərə biz təzad deyə bilərik ədəbiyyatda, həm də ümumi fikrin ziddliliyi, əksliyi olduğu zaman biz buna da təzad deyə bilərik. Məsələn, deyir ki, tutuşdu qəm oduna şad gördüyüm könlüm. Qəm və şad. Normalda, dostlar, biz Azərbaycan dilində şad və qəm sözlərini antonim olaraq götürmürük. Amma niyə götürmürük? Çünki antonimdə nitq hissələri eyni olmalıdır. Qəmgin və şad olsaydı antonim götürərdik. Amma ədəbiyyatda artıq bu dərəcədə dərinliyə getmirik. Tutuşdu qəm oduna. Qəmin oduna tutuşdu. Yəni, qəmginləşdi demək istəyir. Şart gördüyüm könlüm. Biz sadəcə mənadan qəmgini çıxartırıq. Buna görə biz buna bədii təzad deyə bilərik. Görürsünüzmü? Bir də var ki, acı sözlər dadlı canımdan usandırdı. Yenə acı, dadlı. Bu bədii təzaddır. Bir də var fikrin təzadlılığı. Məsələn, deyir ki, deməli, Leyli və Məcnun poemasında Məcnun və hər tərəf gül çağıdır. Hər tərəf xoşdur, gözəldir, amma Məcnun qəmgindir. Gəlir dostları Məcnuna deyir ki, bu deyir ki, gül çağıdır, deməli Məcnun qəmgin görürlər, deyirlər ki, gül çağıdır, olma gilmiş əvvəş, yəni qəmgin olma, sən də gəl deyir, bu gözəllikdən feyz al, qəmi burax. Demək ki, bu gözəldə, gül çağında, əhval-ruhiyyənin gözəl olacağı bir vaxtda Məcnun qəmli olmağı iki deməli situasiyanın, hadisənin əksliyidir. Bu mənada biz buna da bədii təzad deyə bilərik. Və yaxud da söyüddən bağ saldım, peyvəst eylədim, almasını, eyvasını, narını görmədim. Deyəndə yenə də bağ saldım deyir. Bəzən deyirik ki, mən əziyyət çəkdim, amma bəhrə görmədim. Bax, bu mənada əziyyətini çəkdim deyir, amma onun bəhrəsini görə bilmədim. Yenə bu bədii təzaddır. Bir də var, dostlar, təkrir anlayışı. Təkrir bədii əsərdə eyni sözün və ya eyni ifadənin təkrar olunmasına deyilir. Biz normalda sizlə deməli, nəzmin əlamətləri içərisində rədif anlayışını keçmişdik. Rədif, bilirsiniz, qafiyədən sonra təkrarlanan hissələrə deyilirdi. Amma təkrirdə belə bir qaydamız yoxdur. Yəni, imeni qafiyə olmalıdır deyə qafiyə olmur. Sadəcə misraların əvvəlində və ya sonunda, ya ard-arda, ya alt-alta təkrarlanan sözlərə, ifadələrə biz təkrir deyəcəyik, dostlar. Deməli, məsələn, könül ilə dedim ona, könül ilə dinləmədi, könül eylədinsə eylə, könül ilə, könül ilə. Bax, könül, 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 bunların bu şəkildə təkrarlanmasını biz təşbih deyirik. Üzr istəyirəm, əstəğfurullah, təkrir deyirik. Təkririn iki dənə növ var, anafora və epifora. Anafora bu şəkildə əvvəldə təkrarlananlara deyirik, epifora isə sonda, alt-alta ya da ard-arda təkrarlanana deyirik, epifora. Aləm oldu şad səndən, aləm etdi tərki qəm. Başda təkrarlandığı üçün aləm olacaq təkrir, dostlar. Deməli,
Bir də burada hənuz ifadəsi var. Mən əsiri qəm hənuz, məndə qəm aləm hənuz. Qəm və aləm, əm. Sondakı hissə hecaları qafiyə təşkil etdiyi üçün hənuz burada rədifdir. Bir də son qaydalara əsasən deməli deməli biz hər qafiyədən sonra təkrarlanan hissəni rədif götürə bilmərik. Çünki məsələn bir şeirdə 5 dənə bənd var. Bu 5 bənddə hamısında bu şəkildə verilə bilər. Ya bir və ya iki ya da üç bənddə qafiyədən sonra təkrar olan görərsən, o bir bəndlərdə görməzsən, buna da rədif deyə bilməzsən, təkrir deyəcəksən, nə olsun qafiyədən sonra təkrarlanır. Və ya 5 bənddə eyni təkrarlanma var, amma hər bəndin qafiyəsi fərqlidir. Birinci bənddə bir qafiyədir, ikinci bənddə bir qafiyədir, üçüncü bənddə bir qafiyədir. Ondan sonra məsələn Almas Yıldırımın Əsir Azərbaycanı şeirində Azərbaycan mənim bəxtsiz anam, oy, neçə ildir həsrətən yanam, oy. Burada anam, yanam normalda qafiyədir. Oy burada var, oy, oy. Amma digər bəndlərdə deməli bunu daha fərqli şəkildə verir. Bir dəqiqə mən onun digər bəndlərindən də sizə misal olaraq göstərim. Məsələn, bircə dəqiqə şeir gəlmir. Məsələn, hökmetsə bu sərsəm gediş dursa oy, içimdəki dərdim oy, kör olası baxdım oy. Fikir verirsinizsə, dursa oy, anam oy, baxdım oy. Hamısında yəni təkrarlanan hissələr fərqlidir də. Buna görə biz buna deyəcəyik ki, təkrir, rədif deyə bilmərik. Davam eləyək. Gəldik deməli mübaliğə anlayışına. Mübaliğə bildiyimiz kimi sözün lüğəvi mənası nə demək oldu? Şişirtmə oldu. Hadisə və ya fikrin daha şişirdilmiş, daha qabarılmış formasında ifadəsinə biz mübaliğə deyirik. Ədəbiyyatşünasda mübaliğəyə biz hiperbola terminində deyildiyini görürük. Mübaliğə nədir? Mübaliğə ümumi cümlədə daha çox şişirtmə yolu ilə əlamətə həddən artıq qabardılması yolu yaranmasına deyilir. Məsələn, deyirəm ki, məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şərmi yanmazmı? Yəni, o qədər ah çəkir ki, fələklər də deyir, mənim ahımdan yanır. Yəni, burada təbii ki, deyir, əlaməti şişirtir. Ona görə mübaliğə götürürük. Daha sonra qoşun deyir, dönmüşdü çəyirtkəyə, gəldikcə gəlirdi. Məsələn, bura diqqət eləsək, çəyirtkəyə deyəndə şagirdlər daha çox çaşıb onu deməli, keçitmə götürürlər çəyirtkə sözünə görə. Lakin qoşun çəyirtkəyə dönmüşdü deyir. Gəldikcə gəlirdi, yəni çox tez-tez gəlirdi demək istəyir. Demək ki, burada qoşun o qədər tez-tez gəlir ki, çəyirtkə kimi. Bu mənada artıq əlaməti həddən artıq şişirtir. Ona görə sən bunu mübaliğə götürəcəksən. Daha sonra məsələn deyir ki, mən qoparıb atmışam 1000 dağı bir dırnaq ilə. Yəni nə boyda da sən nəyi də götürüb atsan, yəni bir dırnaqla o boyda dağı heç bir dağı belə ata bilmərik. 1000 dağı bir dırnaqla atmışam deyəndə artıq bu olacaqda şişirtmə, mübaliğə. Bir də beli üzükdən keçən incələr Qarabağda ifadəsi var. Burada beli üzükdən keçən deyərkən bilir ki, bel insanın bel hissəsidir. Üzükdən də keçmək belin o qədər nazik olması ki, sanki üzükdən keçə bilər. Yəni, niyə burada şişirtmə yolu ilə yaradılıb? Çünki deməli, nətər ki biz Azərbaycan dilində məsələn xırdaca deməli çoxaltma dərəcəsini keçəndə xırdaca sözünü məsələn bəzi şagirdlər səhifəni azaltma yazırlar və biz demişdik ki, bu morfoloji üsulla yaranmış çoxaltma dərəcəsidir. Niyə? Burada xırdalıq əlamətinin çoxluğunu bildirir. Bu mənada belin incəliyinin, nazikliyinin deməli sanki üzükdən keçə bilər ifadəsi şişirtmək yolu ilə verildiyi üçün biz mübaliğə, şişirtmə götürürük dostlar. Deməli, gəldik, deməli, bundan sonra inversiya anlayışına. Normalda inversiya kimi bir nüansa diqqət eləyək. Biz bilirik ki, litota ilə təşbihi bəzən şagirdlər yenə qarışdırırlar. Həm təşbihdə, həm də litotada bənzətmə qoşmasından istifadə edilə bilər. Amma bunun, məsələn, fərqi ondan ibarətdir ki, deməli, litotada anlayış əhəmiyyətsizləşdirilir, dəyərsizləşdirilir. Təşbihdə isə anlayış qüvvətləndirilir. İndi baxın, litotadan ümumi danışaq görək nə deməkdir bu?
Deməli, litota mübaliğənin dediyi əksidir, elə deyilmi? Lüğəvi mənası kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Və litotada bir hadisə həddən artıq kiçiltilir. Məsələn, kişi elə zəifləyib ki, fürsən yıxılır. Məsələn, normalda bu ifadələrə görə, məsələn, uşaqlar çaşır. Bax, bu beliz yükdən keçənə deyir ki, ay məmə, niyə onu sizə litota götürmürsən, mübaliğə götürsən? Orada incəlik əlamətini qabardır. Yəni, gözəldir, incədir mənasında qabartır. Bu da əhəmiyyətsizləşdirmir üzükdən keçən deyərkən. Amma elə zəiflik ki, üfürsən yıxılar, burada artıq əlamət dəyərsizləşdirilir, əhəmiyyətsizləşdirilir, həddən artıq kiçiltilir. Yəni, üfürsən yıxılan adam yoxdur da, elə deyilmi? Bu mənada yenə də bu nədir? Kiçiltmədir. Məsələn, Eldarın dəstəsi gəlir irəli, qırır sərçə kimi bizimkiləri. O boyda qoşuna sərçə deyir. Ona görə də burada da nə oldu? Deməli, litota götürəcəyik. Və yaxud da qoşun başçısı dönmüşdü cücəyə. Yox, üzr istəyirəm, burada deməli yanlışlıq oldu. Məsələn, Eldarın dəstəsi irəli gəlir, sərçə kimi bizimkiləri qırır. Yəni burada axı bəzəyən var, bəzədilən var, bəzətmə qoşması var, bəzətmə əlaməti var, təşbeh götürürük biz bunu. Amma qoşun başçısı dönmüşdü cücəyə, hə, burada o boyda qoşunu cücəyə bənzətdiyi üçün biz götürəcəyik sizdən deməli litota. Daha sonra ona görə deyir ki, hər ikisindən bənzətmə əlaməti var, amma deməli, litotada əhəmiyyətsizləşdirilir, dəyərsizləşdirilir deyir anlayış. Amma təşbehdə özündən daha qüvvətli birisinə bənzədilir. Bir ki, Eldarın dəstəsi irəli gəlir, sərçə kimi bizimkiləri qırır. Bunu Vaqif pyesində deməli, Eldarın dəstəsi o qədər güclü, qüvvətli görür. Özlərinkiləri, Eldarın dəstəsi də yox, özünkiləri sərçə kimi görür. O, özündən daha qüvvətli birisinə bənzətmə var burada. Sərçə kimi qırmaq. Bu mənada biz bunu götürəcəyik nə? Təşbeh nümunəsi. Amma qoşunun cücəyə dönməsində cücə daha çox əhəmiyyətsizləşdirildiyi üçün o boyda qoşun, biz buna deyəcəyik litotadır. Bir də var inversiya anlayışı. İnversiya isə dedik, nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulmasına deyilir dostlar, inversiya. Və inversiya yer dəyişmə deməkdir. Məsələn, apardı könlümü bir xoşqəmər üz, canfəza dilbər. Deyirsə, apardı. Xəbər ona keçirsə, bu inversiyadır. Söz sırasının qəsdən pozulmasıdır. Dəyişdi dünyanın əski sahəsi, dəyişdi dünyanın əvvəlki hissəsi. Yəni, dəyişdi. Önə keçib xəbər, burada nə var? Deməli, inversiya var. Bir də var kinayə dostlar. Kinayə isə müəyyən bir fikrin birbaşa mənada yox, dolayı yolla kinayə formasında verilməsidir. Yəni, bu nə deməkdir? Burada fikrin ifadə tərzi onun daxili mənasından qarşı qoyulur. Deməli, məsələn, deyir ki, bir adam güclü deyil, tənbəl adamdır. Deyirəm ki, pələksən ki, şirsən ki, deyirəm. Yəni, ifadə tərzim daxili mənaya qarşı qoyuldu. Kinayə elədim. Və yaxud da ki, oxumayana deyirəm ki, alimsən ki, yenə burada nə edirəm? Kinayə edirəm. Və kinayənin daha kəskin formasına biz sarkazm deyirik. Bədii ifadə vasitələri istər nəzmlə, istərsə də nəsrlə yazılmış əsərlərdə hər birisində işlədilə bilər. Bədii təsvir vasitələri də bu şəkildə. Belə dostlar, bugünkü dərsimiz bizim bu qədər. İnşallah gələn dərslərimizdə görüşənə qədər hələlik.